Alo. Kimdir? Bu arenda. Bəli, bəli. Narahat olma, 2 gün 50 yetən maşını qoymuşam satdığa. Qoy bir dənə satasın başladı. Sıkıntılarda ya. Bugün gör neçə günü 2 ay deyə gözləyirəm sənə bu. Nə oldu bəs? 370 Səbirli ol. 370 manat puldur da, yəni 370 manat da böyük pul deyil ki. Bilirəm, bilirəm. Hər şey qoy bir dənə maşın satasın, əldə eləyər inşallah. Kirayə tikinti malları verən şəxs kömək istəyir. Niftullayev Ağaşirin Qubadoğlu redaksiyamıza müraciət edərək iddia edir ki, iş adamı Mirzəliyev Elvin Anaroğlu kirayə götürdüyü mallara görə ona 630 manat borclu olub. Borcundan 260 manat verib. Yerdə qalan 370 manatını vermir. Niftullayev etdiyi şikayətə görə iş adamı Mirzəliyev Elvinlə əlaqə saxladıq. Elvin Mirzəliyev edilən iddialara görə bildirir ki, Ağaşirin Niftullayev ona göndərdiyi tikinti malları yararsız vəziyyətdə olub və bazar qiymətindən baha qiymətli kirayə verib. Elə bu səbəbdən də ona yerdə qalan pulu vermir. Niftullayev Ağaşirin Qubadoğlu, Cəllabad rayon qeydiyyatında yaşayıram. Yaşadığım ünvan Xəzər rayonudur, Hacı Mövlan bağları. Niftullayev Ağaşirin Qubadoğlu. Bu da mənim hərbi əlilliyim, 3-cü dərəcəli əlilliyim var. Mən arendaya tikinti üçün mal verdiyim adam şəxs Elvin şirkətli adam deyirlər. Mən şirkət bilmirəm. Məndən mal götürüb, stayaklar götürüb, xeynən mal götürüb. 630 manat pul olduğuna görə verib 370 manat qalıb. İndi mənim zənglərimi açmır, nə bir şey. Adı da Elvindir. Xahiş edirəm. Bu maddi duruma görə mənə dəstək olun, köməkli eləyirsiniz. Kasıb uşağım, işləmirəm. Dövlətin mənə verdiyi sığorta ilə, vaxtıkən mənə verdiyi sığorta ilə əlimə maya tutmuşam, bağlarımı saxlayıram. O da mənim 370 manatımı kəsib vermir. Nə zənglərimi açır, nə bir şey. Xəzər rayonu 1-ci bölümlərinə də şəhət daxil eləmişəm. Oktyabrın 1-də günorta iradələrində gedib ərizəmi yazmışam. Hələ bir məlumat çağırmırlar, nə də bir şey eləmirlər. Xahiş edirəm, mənə bu işimə baxardınız.